18 may 2025-ci il tarixində OTK-nın həyata keçirdiyi blok imtahanı 5-in 11-ci sinif 2-ci və 3-cü qrup üzrə tarix suallarının gəlin izahı ilə tanış olaq. Demək, 18 may OTK tarix sınağının blok imtahanının suallarının izahına başlayaq. 31-ci sualda qeyd olunubdur ki, Səttarxandan fərqli olaraq Xiyabani və Seyid Cəfər Pişəvəri, hansı ki 1905-11 Səttarxan hərəkatı olmuşdu. 17-20 Xiyabani, 1941-46 isə Pişəvəri hərəkatı. Demək, Xiyabani Qacar dövlətinin siyasətinə qarşı mübarizə aparıbdır, Səttarxan da aparıb. Bu ümumi xüsusiyyətlərdir. Bunu qeyd eləməyək. Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbi ilk dəfə ilə Xiyabaninin dövründə irəli sürülür. Birə beyni qeyd edək. Şah məmurlarının müəyyən müddət Təbrizdən çıxarılmasına nail olubdur hər ikisi. Bir də təkcə B variantı qalır. Pişəvəriyə baxdıqda isə Cənubi Azərbaycanda milli hökumət yaradılmışdır. Səttarxanda milli hökumət yoxdur, amma Pişəvərdə yaradılıb 45 dekabrın 12-sində 21 Azər hərəkatı dövründə 1B2A Təbrizi yerli idarə orqanı yaradılmışdır. Səttarxanda da var, hansı ki, əncümənləri qeyd edə bilərik. Müstəqillik tələbi ilə yox, Xiyabani də, Pişəvəri də muxtariyyət tələbi ilə çıxış edib. Yəni 1B2A cavabımız olur C variantı 31-ci sualda. 32-yə baxırıq. Toğruldan fərqli olaraq Əmir Teymur Cənubi Qafqaza hücum etmişdir. Bu ortaq xüsusiyyətdir. Dehli Sultanlığına yürüş etmişdir. Əmir Teymura aiddir. Bağdad şəhərinin ələ keçirilməsi Toğrul da ələ keçirilib. Əmir Teymur da Toğrul 1055-də bu arada ələ keçirmişdi. Osmanlılarla müharibə eləmişdir. Əmir Teymur 1402-ci ildə 4 fərqli xüsusiyyətli Şirvanşahlarla müttəfiq olubdu. Bəli. 1386-cı ildə tabe olandan sonra Şirvanşah İbrahim istər 1395 Terek döyüşündə, istərsə 1402 Ankara döyüşündə birlikdə müttəfiq kimi iştirak eləmişlər. 2-4-5 C variantı olur 32-ci cavabı. 33-ə baxırıq. Cümhuriyyətin Gürcüstanla münasibətlərinə aid deyil, Qarayazının yuxarı hissəsinin Gürcüstana birləşdirilməsinə razılıq verildi. Bu, hansı ki, Azərbaycan SSR tarixinə aiddir. A variantı. Digər qeyd olunan fikirlərin hər biri doğru fikirdir. 34-cü suala baxırıq. 19-cu əsrdə Cənubi Qafqazda, yəni Şimali Azərbaycanda Qafqaz canişininin fəaliyyət dövrünə aiddir. Qafqaz canişini 1844-1883-də fəaliyyət göstərib 19-cu əsrdə, çünki ikinci dövrü də var 1905-17-də bu arada. Antlı məhkəməsi Azərbaycanda yaradılmır, bir yanlış fikirdir. Kəndlər üzərinə hərbi verginin qoyulması 1887-dir. Yəni Qafqaz canişini dövrünə düşmür. Biri ikinci variantlardan çıxırdınız. Kəndlərin feodallaşdırılığının ləğv edilməsi, Saypra kəndlərindən bağlı bu fikri deyə bilərik, hansı ki 1870-ci ildə ləğv edilmişdi. Yəni 3 bizdə doğru fikirdir. Dövlət kəndlərinin, demək, köçmə hüququ ləğv olundu 1853-cü ildə 4-də qeyd edə bilərik. Alban katolikosluğunun ləğvi 1836 bu Qafqaz canişini dövrünə aid olmur. 3-4 cavabımız qalır B variantı 34-cü sualda. 35-ə baxırıq. Ötən əsrin 90-cı illərində Azərbaycanda istifadə verilmiş neft kəmərləri Bakı, Tbilisi, Ceyhan 2006-cı ildə istifadə verilir. Bakı, Subsan qeyd edə bilərik. 98-də inşası baş çatdırılır, 99-da istifadə verilir. Bakı, Batumun bərpası baş çatdırılır. 1930-cu ildə Azərbaycan SSR dövrünə aiddir. Bakı, Novorossiysk, yəni Şimal neft boru kəməri 97 qeyd edə bilərik. 2-4 cavabımız olur E bəndi. 35-ci sualda. Theodor Rooseveltin hakimiyyəti dövrünə aiddir. Seçki senzinin ləğv edilməsi. Xeyr, Yeni Xətt adlı siyasətlər Franklin Roosevelt, vətəndaş müharibəsi Avram Lincolnun dövründə, mehriban qonşuluq siyasəti Franklin Rooseveltin dövründə, iri trestlər fəaliyyətinə dövlət nəzarəti artırılır. Ümumiyyətlə, ilk dəfə elə onun dövründən etibarən iqtisadiyyata dövlət nəzarəti artırılmışdı. Dövlətin tənzimedici funksiyasının artırılması onun dövründən etibarən idi. Qeyd edim ki, DİM 20 sınaq tarix test kitabından, istər 2-ci, istərsə 3-cü qrup tarix test kitabından bu tipli suallar var idi. Buradakı sınaq suallardan ona uyğunlaşdırılıbdır. Xəritədə rəqəmlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli cəhətlərini cədvələ görə müəyyən edin. Sualların səviyyəsinə gəldikdə isə hər dəfə soruşsunuz, imtahan səviyyəsindən daha çətindir bu suallar, daha mürəkkəbdir, daha əhatəli olduğuna görə, yəni qəbul imtahanı səviyyəsində, istər 2-ci, istərsə 3-cü qruplarda, yəni bu tipdə çətin və düşündürücü suallar istifadə olunmur bir o qədər. Ümumilikdə sizin 25 may 2025-ci il qəbul imtahanında cəmi 5 düşündürücü, 5-6 düşündürücü çətin tipli tapşırıqlarınız olasıdır. Yerdə qalanları rahat yaza bilərsiniz. Təbii ki də. Burada bu arada 1 Qarabağdır, 2 də Şəki qeyd olunubdur. Qubadan fərqli cəhətləri və Rus-Qacar müharibəsindən söhbət gedir. Deməli, siz interval da yazmalısınız burada. Yəni 1804-13 intervalını qeyd edək. Rus qoşunlarına ciddi müqavimət göstəribdir. Yəni Quba, Dərbənd, məhz Bakı bunlarda var idi. Hansı ki, Şəkinin ciddi müqavimətini və ya Qarabağ deyə bilmərik, çünki onlar müqavilə imzalayaraq tabe olurlar.
Düzdür, sonradan üsyan var idi, amma hər bir halda Qarabağa buna aid etmirik. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə xərac ödəməli idi. Bu 1805 mayın 14-də imzalanan Kürəkçayın şərtlərində öz əksini tapmışdı. Yəni bir də beyni qeyd eləmək olar. Rus qoşunları tərəfindən işğal edildi. 1-ci Rus-Qacar müharibəsi dövründə istər Quba 1806-cı ildə, istərsə də Qarabağ 1805-də işğal edilmişdi. Yəni burada Qarabağın Qubadan fərqi oldu B variantı. Bir də beyni qeyd elədiniz. Şəkiyə baxdıqda isə Rusiya ilə müqavilə imzalayıbdı. Bu Şəkiyə aiddir. Hansı ki 1805 mayın 21-də Şəkidə Kürəkçay imzalanmışdı. Qubadan fərqli olaraq, yəni müqavilə imzalayıbdı. Rus işğalına qarşı üsyan qaldırmışdı. Bu Qubada da var, hansı ki Şeyx Əli xanın başçılığı ilə Şəkidə də olubdu. Səlim xan tərəfindən, yəni bu ortaq xüsusiyyətdir. Rus-Qacar müharibəsinin dövründə bu hadisənin baş verməsi, komendant tərəfindən idarə olunmasına gəldikdə isə Quba məhz 1810-cu ildə komendant idarə üsuluna keçir. Amma Şəki 1-ci Rus-Qacar müharibəsi dövründə daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi. Şəkini məhz yerli xanlar idarə edirdilər. Ona görə də fərqli xüsusiyyətiniz burada 1B, yəni Qarabağa aid xərac ödəməsi və Şəkiyə aid də müqavilə imzalamasını qeyd elədik. C bəndi oldu cavabımız. Lukul və Pompeyin başçılığı ilə Romalıların şərqə hərbi yürüşləri nəticəsində söhbət eradan əvvəl 1-ci əsrin 1-ci yarısından gedir. Bu yürüşdən sonra Atropatena Romadan asılı vəziyyətə düşür, lakin deyir, bəs yerli hökmdarların hakimiyyəti yəni qalmışdı. Yəni A burada doğru fikrinizdir. B variantına gəldikdə Selevki dövlətinin məğlub olaraq parçalanması eradan əvvəl 190 Maqneziya döyüşüdür. Orada Lukul Pompey iştirak etmir. C variantına gəldikdə Albaniyada yerli hökmdarların daxili müstəqilliyinə son qoyulduğu fikri yanlışdır. Romalılar son qoymayıbdı Albaniya dövlətinin varlığına. Romalı canişinlər Atropatenanı idarə etmir. Bir daha qeyd edim ki, öz hökmdarlarımız idarə edirdi. Parfiyanın süqutuna qaldıqda isə Lukul Pompeyin yürüşlərindən olmur. Parfiyanı Sasani, Ərdəşir, Babəkən süqutu uğratmışdı. Elə o zaman da cavabımız oldu 38-də A bəndi. 39-a baxırıq. Rusiyada 17-ci əsrdən fərqli olaraq 18-ci əsr tarixinə aiddir. Yəni Rusiyanın 18-ci əsrində olan xüsusiyyətləri qeyd eləməliydiniz. Təhkimçiliyin mövcudluğuna gəldikdə, baxın bu 1649-cu ildə təhkimçilik rəsmiləşdirilir. 1861-ə qədər də təhkimçilik olur. Yəni ki 17-ci əsrdə də təhkimçilik var, 18-ci əsrdə də var. Demək bu fərq deyil. Quberniya islahatının keçirilməsi, bunu Yekaterina keçirmişdi, 18-ci əsr qeyd eləyə bilərsiniz. Kollegiyaların yaradılması Pyotr yaratmışdı, qeyd eləyə bilərsiniz inzibati islahatına əsasən. Romanovlar sülaləsinin hakimiyyətinə gəldikdə oxşardır, çünki onlar 1613-dən 1917-yə qədər hakimiyyətdə olublar. Manifakturalara gəldikdə isə Rusiyada 17-ci əsrdən manifakturalar yaranır, yəni 18-ci əsrdə də var. O zaman olur 2-3, cavabımız E bəndi burada da. 40-cı suala baxırıq. Demək, xəritədə ulduzla göstərilmiş ərazi. Söhbət burada hansı ki? Ulduz. Yəni Misirdən gedir. Misirin 7-ci əsr tarixinə aiddir. Xəritələrlə bağlı bütün növ izahlar kanalımızda yerləşdirilib. Yuxarıda və aşağıda qeyd elədiyim linklərə daxil olub. İstər ümumi, istər Azərbaycan tarixinin qədim, orta və yeni dövrünə aid hər bir xəritənin izahı ilə tanış ola bilərsiniz. Vətən müharibəsi ilə bağlı, bütün növ xəritələrlə bağlı qısacası. Tutalım ki, xəritədə çətinliyin var. Yəni, burada əsr qeyd olunub deyilə. Əsrə əsasən də bu testi işləmək olur. Yadınızda saxlayın ki, şərtdə əsr verilibdirsə də, deməli variantlarla o testi işləyə bilərsən. 7-ci əsrə baxırıq. Baxın, Qərbi Roma mövcud deyil 7-ci əsrdə. Çünki Qərbi Roma 395-476-dır. Səlcuq türklərin hücumu ola bilməz. 11-ci əsrdən onların hücumları olubdu da. Yəni, tarix səhnəsində o dövrdən adları çəkilir. Frank imperiyasının tərkibinə daxil edilmişdir. Frank imperiyası formalaşıb 800-cü ildə, yəni 8-ci əsrdən etibarən demək ola bilməz. Xalçı yürüşlərinə gəldikdə, xalçı yürüşləri demək hansı ki 1096-99-dan başlayır. Yəni, yenə də çıxmalıydınız variantlardan. Rəşidi xəlifələri tərəfindən işğal edilmişdir. Belə ki, 632-661-ci illərdə məhz Ərəb xilafətində hakimiyyət olan Rəşidi xəlifələrinin dövründə Bizansla aparılan mübarizələrdən sonra Misir ələ keçirilmişdir. Demək, cavabın olur D variantı 40-cı sualda. Baxırıq 41-ə. Hansı hökmdara aid xüsusiyyət yoxdur? Demək, Şəddadilərə son qoyubdu Məlikşah 1088-də. Bunu bilirik də, düzdür. Demək, Məlikşaha cavablardan çıxmalıyıq. Dövlətin daxili müstəqilliyini saxlayıb, Səlcuqlardan asılılığı qəbul edib. Bu bizdə 3 dənə hökmdarın adı çəkilir. Əbülasvar Şavur, Şəddadilərdə çıxaq adını. Rəvvadilərdə Vəhsudan yoxdur, olsaydı çıxdaş eləyərdik və Şirvanşahlarda da 1-ci Fərruz 1066-da tabe olur.
Demək, bunda adın çıxırıq variantlardan. Tiflisin tabe edilməsi də 1054-dür. Rəvvadi Şəddadi ilə eyni dövrə düşür. Demək, onun da adını çıxmalıyıq. Toğrulun da adını çıxmalıyıq buradan. Və Səncər, Sultan Səncər sonuncu hökmdarlarına aid Səlcuqların heç bir xüsusiyyət verilməyibdir. O zaman 41-də D variantı olur. 42-ci sual keçən imtahanda da düşmüşdü. Biraz çaşdırıcı sual idi. Orada da hansı ki o imtahan tipli deyildi əslində. Burada bu imtahan tipli sualdır. Enolit dövrünü neolit dövründən fərqləndirir. Saxsı qabların hazırlanması. Saxsı qablar neolit dövründə də var, enolitdə də var. Yəni bir ortaqdır. Bunu qəbul edə bilmərik. İnsanların toxuculuqla məşğul olması neolit dövründə də var, enolit dövründə də var. Fərq deyil. Ancaq misdən əmək alətlərinin hazırlanması enolit dövründə var, neolitdə yoxdur. O zaman 3-ü qeyd eləyək. Qəbilənin həyatında qadınların mövqeyinin möhkəm olması, yəni qısacası belə deyək də qəbilə icmasının mövcudluğunu demək istəyir. Neolit dövründə də, enolit dövründə də qəbilə icması mövcuddur. O zaman fərq təkcə 3-dür, yəni D variantı. 43-cü suala baxırıq. Xəritədə rəqəmlərlə göstərilmiş şəhərlərin erkən feodalizm dövrünə aid xüsusiyyətlərini tap. Əvvəlcə xəritədəki şəhərləri qeyd edeyim sizin üçün. Baxın, bura Dərbənd şəhərimizdir. Burada Ərdəbildir. Mən qısa yazıram, siz artıq bildiniz. Burada da Göyçənin aşağısında demək verilibdir Dəbil. Demək, Dəbil, Dərbənd, Ərdəbil verilibdir. Və ikinci və ən vacib açar məqam isə erkən feodalizm deyilir. Biz də bilirik ki, burada da hansı ki YouTube-da da dərs sahlarımız var. Bütün bu mövzularla bağlı ümumiyyətlə daxil olub baxa bilərsiniz. Erkən feodalizm deyiləndə 3-11-ci əsrlər nəzərdə tutulur. Yenə qeyd elədiyim kimi, əgər xəritə ilə bağlı testdə, şərtdə əsr verilibdirsə də ilk öncə siz variantlarla işləyirsiniz testinizi. Erkən orta əsr deyilibdirsə də Səfəvi, yəni hakimliyinin deyil mərkəzi olubdur. Səfəvilərin o dövrdə tarix səhnəsinə çıxdığı bizə məlum deyil. O zaman A-nı çıxaq cavablardan. A-nı variantlardan çıxdıqda cəmi 2 dənə cavabınız qalır. Yenə burada E variantını cavablardan çıxsaz Şəmsəddin Eldəniz yazılır. Şəmsəddin Eldənizin gürcülərlə mübarizəsi 1161, 1163, Naxçıvan döyüşü və s. Yəni 12-ci əsrdədir. Demək, E variantında cavablardan çıxa bilərdiniz. Daha sonra baxaq indi. Məhəmməd ibn Şəddad tərəfindən yaradılan əmirlik Dəbil əmirliyidir. 951 10-cu əsrdə. Demək, Dəbildə hansı şəhərimiz oldu? 1. Demək, bir də B-ni qeyd edirik. Daha sonra Sacilər paytaxtı olubdur Marağa ilə Ərdəbil. Marağa yox idi məhz xəritəmizdə, amma Ərdəbil var idi. 3 idi Ərdəbildə. Demək, 3-ə qeyd edirsiniz C-ni. Haşimi sülaləsi tərəfindən yaradılıbdır onsuz Dərbənd. Demək, 1B, 2D, 3C variantı oldu. 1B, 2D, 3C o hansı variantdadır? D variantındadır. 43-də cavabımız olur D bəndi. Düzdür? Baxaq indi 44-də. Axund dövlətində Axsuvarın dövrü və Mihraqulun dövrü. Axsuvar xanın dövründə Türkistana hakim olublarmı? Bəli. Sasanilərin varlığına Axundlar son qoymayıbdı. 651-ci ildə ərəblər son qoyub. Firuz Şah kömək eləyibdimi? Bəli. 1-ə A-la C-ni qeyd elədik. Elə təkcə Axsuvarın dövründən bu testi işləmək oldu. Həqiqətən də Mihraqulun dövründə süqut eləmir. Ən güclü dövrü onun dövründür. Hindistanın şimal-qərbini tutublar. 1A, 2B. Cavabımız oldu demək D bəndi 44-cü sualımızda. Burada sual var, yoxdur. Baxaq 45-ə. Sultan II. Bayezidin hakimiyyət dövründə Osmanlı vəli titulu ilə, ləqəbi ilə tanınırdı. Mömin bir şəxs idi. Yəni o qədər də müharibələr aparmır Osmanlının hakimiyyət dövründə. Əmir Teymurun hücumu 1-ci Bayeziddə olub. Bolqaristana tabe edib 1-ci Bayezid. Paytaxt köçürülməsi etməyib. Misiri Sultan Səlim, 1-ci Səlim oğlu məhz tabe edibdir. Ağqoyunlu ilə də, Səfəvi dövləti ilə də yaxşı münasibətlər olubdur bu adamın. Yenə erkən feodalizm qeyd olunubdur. Yəni ki, 3-11-ci əsrlər intervalından söhbət gedir. 3-11-ci əsrlər dövründə istər Bizansla, istərsə də ərəblə diplomatik əlaqə yaradan dövlətlər hansılar olmuşdu? Franka baxırıq, hansı ki Frank imperiyasında həqiqətən də Böyük Karlın hakimiyyəti dövründə ərəblərlə mübarizə filan aparmasına baxmayaraq Bizansla, onlarla həmçinin diplomatik əlaqə də saxlayıbdı bu Böyük Karl. Demək, hər ikisinə aid ümumi xüsusiyyətdir. Dehli sultanlığına gəlirik. Demək, Dehli sultanlığı bu dövrdə ümumiyyətlə mövcud deyil. O klassik feodalizm dövründədir. Albaniya həqiqətən 654-də Bizansla əlaqə saxlayır. Cavanşir 667-70-də ərəblərlə. Demək, bu da ümumidir. Osmanlı bu dövrdə mövcud deyil. Axuna qaldıqda isə, yəni onda diplomatik əlaqələrini qeyd edə bilmərik. Ərəblərlə heç eyni dövrdə mövcud olmayıblar.
Demək cavabımız olur 1-3, 1-3-də yer alıbdır B variantında. Baxırıq 47-yə. Çində Xan sülaləsinin hakimiyyətinin başladığı əsr. Yəni qısacası eradan əvvəl 3-cü əsrdən söhbət gedir. Çünki eradan əvvəl 206-da hakimiyyətə gəlib Xan sülaləsi. Eradan əvvəl 3-cü əsr Roma və Hindistan. Xalq tribunu eradan əvvəl 5-ci əsrin əvvəlləridir. Bunu çıxaq. Plebeylər tamıqlı vətəndaş oldular. Bir də B-ni qeyd eləyək. İmperiya dövrü eradan əvvəl 27-də başlayıb. Bu variantı çıxdaş eləyək. Bir də təkcə qalır B. Ya cavabınız buydu, ya da buydu. Dəmir emanla başlanması yanlış. Makedoniyalılara qarşı azadlıq mübarizəsi başlanması yanlış. Çünki bu Chandragupta eradan əvvəl 317-dir. Marios sülaləsi ölkəni birləşdiribdir. Həqiqətən də Ashoka birləşdiribdir 3-cü əsrin 2-ci yarısında. Demək cavabınız olur 1-də B, 2-də C variantı. 47-də cavabımız oldu D bəndi. Aha, davam edək. Demək, baxın, gedək 48-ci suala baxaq. Burada verilib bizə Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular və onların ümumi xüsusiyyətləri. Avropa ilə hərbi ittifaqın qurulması Ağqoyunlulara aiddir. Bu 1472 Venesiya ilədir. 2-də A-nı qeyd eləyək. 16-cı əsrdə süqut eləməsi Şirvanşahlara aiddir. 1538, Ağqoyunlulara aiddir. 1503. 4-də nə deməkdir? 4-cü variantda Şirvanşahlarla Ağqoyunun ortaq xüsusiyyətidir. Demək 4-də qeyd eləyə bilərsiniz B variantını. Terek döyüşündə iştirak edib Şirvanşahlar. C-ni qeyd eləyək 1-də. Ərdəbli şeyxləri, söhbət Səfəvilərdən gedir. Şirvanşahlarda, Ağqoyunluda, Qaraqoyunluda. Bütün döyüşlərin adını çəkmirəm. Yəni qısacası 1460-da, 88-də, 1494-də mübarizə aparıblar da bunlar. Deməli D hər biri üçün ortaq xüsusiyyətdir. Teymurilərin paytaxtının tutulması Cahanşaha aiddir, Qaraqoyunlulara aiddir. 3-ə də qeyd edirsiniz E variantını. Demək 1C, 2A, 3E variantı, 4B, 5D variantı. Bu cavabımız harda əhatə olunubdur? B variantında. Demək cavabımız oldu belə. 1648-ci il Vestfaliya sülhü. Demək 30 illik müharibə olur, bildiyiniz kimi Avropada. Bu sonuncu dini müharibədir. Vestfaliya sülhü konfrans çağırılır, orada sülh imzalanır. Müqaviləyə əsasən Almaniyada katolik kilsəsinin bölünməsi rəsmiləşdirildi. Bu zaten Augsburg sazişi ilə 1555-də bölünmüşdür. Deməli 1 bura aid deyil. Birləri çıxırdınız. Almaniya 300 dənə xırda dövlətə parçalanır. Hər bir dövlətində öz dinini təyin etmək hüququ olur. Demək 2-ni qeyd edə bilərsiniz. Və Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdirilir. 4-ü qeyd edə bilərsiniz. 3 ona görə yanlışdır ki, yazır ki, orada kiçik knyazlıqlara parçalanmasına son qoyuldu. Əksinə orada tam əksi qeyd olunmalı idi. Hülakü xanın yürüşlərinin nəticəsinə aid deyil. Bu adam 1256-58-də yürüşlər eləyir. Bizə yanlış fikirlər lazımdır. 1 doğrudur. 2 yanlışdır. Çünki Azərbaycanda yarlıq məsələsi 1239-56-dan heç Hülakü xanın gəlməsindən əvvəldən var idi. Deməli 2 Cəlaləddinin hökmranlığına son qoyuldu. Bu 1231-ci ildə Monqolların 2-ci yürüş nəticəsində olur. Yəni Hülakü ilə əlaqəsi yoxdur. Demək 3-ü qeyd edirsiniz. 4 və 5 öz növbəsində doğru fikirlərdir. 2, 3 cavabımız oldu C bəndi. 51-ə keçid eləyirik. Səfəvilərin, demək, cədvəldə verilən dövlətlərlə ümumi xüsusiyyətləri. Ağqoyunlu bəylərbəyliyə bölünmür, oxşar cəhət deyil. Buradan ilə qeyd eləyək sərgəli formada. Osmanlı ilə müharibələrin aparılması Səfəvi də eləyib, Ağqoyunlu da eləyib. Diplomatik münasibətlər hər ikisində var. 1 BS olduğu Teymurilərə baxırıq. Şeybanilərlə dostluq münasibətləri, xeyr. Paytaxtın İsfahan, xeyr. Bayandurlu, yəni Ağqoyunlularla müharibə aparmaları, bəli. Səfəvilər dövləti 1503-də məhz Almabulağı döyüşündə aparıb belə bir müharibə. 1 BS2 isə cavabınız oldu C bəndi. Türk müsəlman mədəniyyətinə aid uyğunluğu müəyyən edin. Demək, hansı ki Dövlət İmtahan Mərkəzinin proqramında yer alır bu keçən ildən etibarən. Düzdür, yalnız sınaqlarda qarşımıza çıxır. Amma yenə də oxumaqda fayda var. Onun PDF-i də bizim Telegram kanalımızda var. Digər bu testlərin vacib konspektlərində aşağıda şərh bölümündə qeyd eləyəcəm. Telegram kanalımıza keçid eləyə bilərsiniz. Oradan tanış olmaq üçün konspektlərlə. Demək, Əlincə qalası yazılıb Təbrizdə inşa olunubdur. Xeyr, Naxçıvandır. Əsri doğru olsa da. Qüvvətül İslam məscidi Dehli qeyd eləyək. Uluqbəy məscidi, daha doğrusu rəsədxanası Mirzə Uluqbəyin dövründə Teymurilərdə inşa olunmuşdu. 14-15-ci əsrə aiddir. Yəni 15-ci əsrdə olmuşdu. Burada 11-ci əsrdə yanlışdır. Elə bu yanlışsa 4-də doğrudur. Hansı ki Mimar Sinan tərəfindən inşa olunur. Onun
əsərlərindən biridir. Ədirnədə inşa olunmuşdu. Urnayırdan fərqli olaraq 2-ci Vatiye Sasani ilə müttəfiq olubdu. Urnayır azadlıq hərəkatı eləyibdi Vatiyaya, paytaxtı köçürdübdü Bərdiyə Vatiye. Aqueni çağırıbdı 3-cü Vatikan. Demək 2-3 sizin fərqlərinizdir. 54-də baxırıq Dehli Sultanlığının idarə etməsinə aiddir. Məhkəmə işlərinin qazılar tərəfindən həyata keçirilməsi. Dövlət uluslara bölünmürdü. Bu Monqollardadır, daha sonra Teymurilərdədir. Hərbi işlərə baş vəzir rəhbərlik eləyirdi. Bəli, sizin keçdiyiniz dövlətlər içərisində hərbi işlərə və mülki işlərə vəzirin rəhbərlik eləməsi yalnız Dehlidədir. Maliyyə işlərinə dəftərdar bu Osmanlıdadır. Demək 1-3 fərq oldu. Yəni Dehli Sultanlığına aid oldu. Məmməd Yusif Cəfərova gəldikdə isə, bax bu imtahan tipli sualdır. Rus imperiyasının 4-cü Dövlət Dumasına deputat seçilibdi, bəli. AXC-nin 4 və 5-ci hökumətinə rəhbərlik eləyibdi, Nəsibə Yusifbəli. Komitədə iştirak eləyibdi, bəli. Neft kimyası üzrə ilk elmi laboratoriyanı qurubdu, xeyr. Cümhuriyyətimizdə parlamentin sədr müavini olubdu. Həqiqətən də Topçubaşovun sədr müavini olur. Xronologiyaya gəldikdə isə, demək, bu hissədən də, yəni 2-ci Dünya müharibəsindən sonrakı dövrdən də ən az bir dənə sualınız olacaq qəbul imtahanında 25 mayda. Yəni oxuyun, çətindir bəli, amma oxumaq lazımdır. Türkiyə Respublikasının NATO-ya daxil olması 1952, həmçinin situasiya da olasıdır oradan. Demək, SSR-nin varlığına son qoyulması. Biri niyə qeyd elədik biz? Hələ saxlayaq. 1952 budur. SSR dağılır 1991, Falkland 82, Rusiya Krım ilhaq edir 2014-də. Elə 1 ilə başlayırıq, o zaman 1, 3, 2, 4 olur. Ən sonunda Krımın ilhaq edilməsi. Azərbaycan ordusunun hərbi əməliyyatları 2018-ci il burada Naxçıvan döyüşləri, 2022 qisas və 2023 antiterror. Lələtəpə 2016-da azad edilibdi. Qırxqız və Sarıbaba yüksəklikləri düşməndən azad edilmişdi qisas hərbi əməliyyatı zamanı. Ağbulaq, Qızılqaya, Günnüt azad edilmişdi 2018 Naxçıvanda. Xocavəndin azad edilməsi lokal xarakterli antiterrorda, Hadrudun azad edilməsi 9 oktyabrda Vətən müharibəsinin gedişində. Hərəsinə bir cavab oldu. Mətnimizdə demək qalib dövlətlər ilk dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək üçün konfrans çağırdılar. Demək yeni dövrün başlanğıcı sayılır və s. Situasiyanın cavablarına gəldikdə isə konfransda imzalanmış müqavilədə Almaniya üçün müəyyən edilmiş hərbi məhdudiyyətlərdən ikisini yazın. Hansı ki, qeyd edə bilərsiniz ki, demək məcburi hərbi xidmət ləğv olunur. Daha sonra Reyn zonası silahsızlaşdırılmalı idi, donanması ləğv edilməli idi və s. Əlavələriniz olarsa şərh bölümündə qeyd eləyərsiniz. Demək, baxarıq görək nə dərəcədə doğrudur. 59-da bəhs edilən konfransa dəvət edilməyən dövlət, hansı ki bu elə DİM 20 sınaq test kitabındakı suallardandır. Videonun əvvəlində də qeyd eləmişdim. Eşitməyənlər üçün bir daha deyim ki, DİM 20 sınaq tarix test kitabından istər, ikinci istərsə 3-cü qrupun sınaqlarının hər birini işləyin. Ümumi sınaqları da mütləq göz gəzdirmək lazımdır. Dəfələrlə işləmək lazımdır. Qəbul imtahanında da o tipli suallar, oradan suallar olasıdır. Onların izahları onsuz kanalımızda var. Elə testi işlədikdən sonra daxil olub bizim videolarımızla testlərinizi yoxlaya bilərsiniz. Cavablarınızla, izahları ilə tanış ola bilərsiniz. Aşağıda şərh bölümündə onların da linklərini qeyd edəcəm. Kanalımıza keçid edib baxa bilərsiniz onların izahlarına. Demək, bax, burada Böyük Britaniyadır 4 əsas iştirakçıdır. 1 Fransadır, ev sahibidir, yəni var. 2 İtaliyadır, var. Amma Rusiya, yəni o dövrdə RSFSR idi. O dəvət edilmir, çünki separat sülh imzalanmışdı deyə. Yəni 3 nömrəli dövlət dəvət edilməmişdi. 60-a gəldikdə isə konfrans niyə çağırılmışdı? Konfransın çağırılmasına məqsəd hansı ki, dövlətlər arası münasibətlərin yeni qaydalarını müəyyən eləmək idi. Almaniya və onun müttəfiqləri ilə həmən o məğlub dövlətləri cəzalandırmaqla bağlı yeni sülh müqavilələrini hazırlamaq, onları imzalatdırmaq və s. Sizin də yenə deyirəm, hər hansısa fikriniz, əlavəniz olarsa şərh bölümündə qeyd eləyin, müzakirə edək. Qarşıdakı qəbul imtahanlarının, OTK-nın sınaqlarının, ümumilikdə dərs izahlarının, test izahlarının, bütün növ vacib videoların, önəmli video izahların məhz videoları bizim kanalımızda gördüyünüz kimi ilk olaraq paylaşılır. Bunun üçün və əməyimizin qarşılığı üçün təbii ki, videoya bəyənməyi, kanalımıza abunə olub bizi izləməyi unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.